Əziz şagirdlər, bu tapşırıqda bizdən soruşulanı tapmaq üçün verilmiş misala diqqət yetirməliyik. Burada 3 rəqəmli ədədin 3 rəqəmli ədədə vurulması verilmişdir. Və ilk öncə gəlin birinci simvolların yerində olan ədədləri müəyyən edək. Bunun üçün ikinci vurğun onluğuna diqqət yetirək. Burada 7 ədədi verilmişdir və düşünək 7-ni hansı ədədə vursaq 6041 ədədini alarıq. Bunun üçün gəlin 6041 ədədini 7-yə bölək. Bərabərdir 863 edər. Deməli, birinci simvolların yerində olan ədəd 863-dür. Və deməli, 1-i 863-ə vurduqda 863 edər. İndi isə gəlin toplayaq. 3 olduğu kimi qaldı. 6 üstəgəlsin 1, 7 edər. 8 üstəgəlsin 2, 10, üstəgəlsin 4, 14. 4 yazaq 1 yadda. 5 üstəgəlsin 0, 5, 1 də yadda 6. Deməli, bizdən soruşulan ədəd 647-dir. O zaman ən doğru variant C variantı olacaqdır.